Pambuşun sevinç axtarışı. Duyğu meşəsinin daha bir qəhrəmanı ilə tanış olaq. Bu, yumşaq tükləri ilə seçilən balaca dovşan Pambuşdur. Pambuş hər gün meşənin gözəlliklərini kəşf etməyə, dostları ilə oynamağa gedirdi. Amma ona ən böyük sevinci hər səhər yastığının altında tapdığı kiçik hədiyyələr gətirirdi. Anası hər gecə onun yastığının altına kiçik bir hədiyyə qoyardı. Bir dəfə balaca fındıq, bir dəfə rəngli yarpaq, başqa bir vaxt isə kiçik bir kök. Pambuş bu hədiyyələri çox sevirdi və hər dəfə yastığının altında hədiyyə tapanda ürək sevinclə dolurdu. Amma bir səhər oyananda yastığının altında heç nə tapmadı. Pambuş biraz kədərləndi. "Niyə ana mənə heç nə verməyib?" deyə düşündü. Anası onu qucaqladı və dedi: "Pambuş, sevinci yalnız hədiyyələrdə tapmaq olmaz. Əsl sevinc günəş işığında, çiçəklərdə, kömək etdiyimiz dostlarda və ürəkdən paylaşdığımız sevgidədir." Pambuş başa düşmədi. "Sevinç hardadır ki?" deyə düşündü və meşəyə tərəf yollandı. Bəlkə orada sevinç mənbəyi tapa bilər. Meşədə bahar qoxusu vardı. Təzə çiçəklər, yaşıl otlar, təmiz hava. Pambuş burnunu havaya tutdu, dərin nəfəs aldı. Sonra göyə baxdı, üzünə gün düşdü. "Oh, necə xoşdur bu günəş, nə gözəl hava var bugün." Ətrafdakı gözəlliklərə baxa-baxa sevincək hoppana-hoppana meşəyə doğru yollandı. O biraz getdi və bir ağacın altında kirpi Kikini gördü. Kikinin səbəti yerə düşmüş, içindəki almalar dağılmışdı. Kiki göz yaşlarını saxlaya bilmirdi. "Mən min əziyyətlə bu almaları topladım ailəm üçün. Artıq çox yorğunam və tək başıma bu qədər almanı yığmaq mənim üçün çox çətindir." Sonra ümid dolu baxışlarla Pambuşa baxdı və soruşdu: "Mənə kömək edə bilərsən?" Pambuş Kikinin kədərini gördü və dərhal kömək etməyə qərar verdi. O düşündü: "Dostumun üzünü güldürmək mənim üçün ən böyük sevinc olar." Pambuş almanı bir-bir topladı, səbətə yığdı. Kiki gülümsədi. "Çox sağ ol Pambuş, sən mənim günümü gözəlləşdirdin." Sonra Kiki səbətdən bir alma çıxardıb Pambuşa uzatdı. "Al, bu alma sənindir, təşəkkür əlaməti olaraq." Pambuş sevinclə gülümsədi və almanı aldı. "Çox sağ ol Kiki," dedi və ürəyində istilik hiss etdi. Bu sevinc idi. Biraz getdikdən sonra Pambuş aclığını hiss etdi. Cibində anasını verdiyi kiçik yerkökü olduğunu xatırlatdı. O, bir ağacın altında oturub yerkökünü çıxartdı və asta-asta yeməyə başladı. Elə bu zaman yaxınlıqda bir daşın üstündə aclıqdan və soyuqdan titrəyən kiçik bir ördək balası gördü. Ördək balası başını çiyninə yığmışdı, gözləri yaşla doluydu. Pambuşun ürəyi yumşaldı. Özü çox ac idi. Amma ördək balasının yanına gedib yerkökünü iki yerə böldü. Yarısı özü yedi, qalanını isə dişləri ilə xırdalayıb ördək balasını uzatdı. "Al, ye, biraz isinərsən," dedi və onu yumşaq pəncələri ilə qucaqladı. Ördək balası yerkökünü yeyib biraz rahatladı. Sonra da Pambuşun qucağında isinib yavaşca gözlərini yumdu. Bir qədər sonra meşədən narahat halda bir ördək ana çıxdı. O ətrafa baxa-baxa çaşqın səslə çağırdı. "Daki, ay bala, hardasan?" Pambuş tez ayağa qalxdı və balaca ördək balasını ona göstərdi. Ana ördək sevinç və təşəkkür dolu baxışlarla Pambuşa yaxınlaşdı. "Sən onu qorudun, tək qoymadın, həm də yedizdirdin. Çox sağ ol, ay gözəl ürəkli dovşan." Pambuş gülümsədi. Ürəyi işıqla doldu və o yola sevinç içində davam etdi. Axşam evə qayıdanda anası onu gözləyirdi. "Sevinci tapa bildin?" soruşdu. Pambuş biraz düşündü, sonra gülümsəyərək başını tərpətdi. "Tapdım. Hədiyyə almadan da sevincli ola bilərəm. Gözəl hava, gülüşlər, minnətdarlıq və paylaşmaq. Bu mənə ən gözəl hədiyyə oldu." Anası onu qucaqladı. O gündən sonra Pambuş hər səhər sevinci ilk növbədə qəlbində axtarmağa başladı.